Herkese salam dostlar, Darkes'in kanalındasınız. Bugün sizlerle birlikte Minecraft'ta kaldığımız yerden devam edirik. Eğer bu serinin devamını çekmemi istəyirsinizsə, bu videoya 10 like atmanız kifayətdir. Videoya keçməmişdən əvvəl kanalımıza abunə olub bu videoda bir like atsaz, məni sevindirmiş olarsınız. Bu videoda da əsasən Nether'a getmək istəyirəm. Orada Fortress tapıb Fortress'də edilməli olan işlərimizi görmək istəyirəm. Blaze çubuqları tapmalıyıq və 12 dənə də Ender gözünə ehtiyacımız var. Buraya əvvəlcədən gəldim, buranı düzəltdim çünki həqiqətən də bərbad bir vəziyyətdə idi. Hər tərəf lav idi. Buranın qıraqlarını biraz düzəltdim. Buradan da belə bir yol çəkdim ki, istifadə eləyərik. Nəysə, indi bizim məqsədimiz Fortress tapmaqdır. Fortress tapmaq üçün də gəzməliyik. Ən son çarədə internetdən Seedmap adlı sayt var. Ora dünyamızın seedini yazacağıq. Oradan tapacağıq. Yəni əgər tapa bilməsək. Mən axtarmağa başlayım. Dostlar, axtardım, tapa bilmədim. Məcbur Seedmap saytından girdim, baxdım və 251-123 koordinatındadır. Saytın linkini açıqlamalara qoyacağam. Yəni siz də istifadə edə bilərsiniz. İndi yavaş-yavaş ora tərəf yol alaq. İndi buradan mən qabağa keçməliyəm. Çünki yəni koordinat oranı göstərir. Yavaş-yavaş gedək. Ay zibil qast. Ayda qaç. Ay zibil düşmək lava. Ay zibil. Tez. Bir dənə vursa düşəcək lava. Oh. Get. Ay zibil. Gəldi kəstirdi buranı. Ekran dön. Ay zibil. Ayda öldük. Ay zibil yok, sırt. Ayda gec öldük. Ay zibil. Bütün əşyalarım da getdi. Ayda. O bütün lavın içində yüzməyə çalışdı. Yalansa oyun. Mən bir dənə başımızdakı kaskı kurtara bildik. Zombi sən də yerə getdi də. Onsuz da bütün əşyalarım da getdi. Hələ verimlilik 5, sərvət 2-lik kazma. Ay zibil. Onun üçün nə qədər əlqət çəkmişdim, səviyyə yığmışdım. Hələ elmas set üçün nə qədər elmas şeyləmişdim, axtarmışdım. Oho. İndi üstümə dəmir set çəkdim, bir iki də bloksat götürdüm. Oyunu peaceful çəkib elə yol çəkəcəm, yoxsa qaslar imkan verəsi deyil. Özdə yəni Bedrock'da. Java'da biraz mərhəmətlidirlər, amma Bedrock'da heç, yəni arxaya atırlar. Yol çəkə-çəkə gəldim buralara. 250 123 koordinatındaydı da, hə. İndi buralarda bir yerdə olacaq. 123-ə çəkməliyəm onda. Görəsən oradadır. Aha, oradadır. Gördüm deyil. Düz qabağımızda. Buradan Blaze yeri tapmalıyıq. Blaze kəsməliyik. 6 dənə Blaze çubuğuna ehtiyacımız var. Hərəsi 2 dənə verəcək. 12 dənə olacaq da. 12 dənə də gözə ehtiyacımız var. Göz açandıq, gözü yığarıq endirmənlərdən. Blaze spawnerını tapdım. Belə bir yer də düzəltdim ki, yəni çox yansaq eləsək, bura qaçıb tez belə gizlənib buradan vurmaq olar, yəni belə. Aha, Blaze'lər spawn oldu. İndi bunları kəsək. Qılınc, hə. Bunları kəsək. Yetərli qədər Blaze kəsdik. İndi yavaş-yavaş gedək. Bunları evə qoyum. İndi yenidən gedək. Enderman kəsək. Çünki Ender incisinə ehtiyacımız var. İnci ilə də həmin o yığdığımız Blaze alovlarını birləşdirəndə Ender gözü əldə edilmiş olacaq. Onunla da portal atacağıq. Yetərli qədər inci yığdıq. İndi evə qaydaq. Bunları birləşdirək, göz düzəldək. Ondan sonra da biraz elmas yığaq. Elmas setimizi tamamlayaq, sonra gedək əjdahanı kəsməyə. Madənə gəldim. İndi elmas yığmalıyam.
Yəni buraları sizə göstərməyəcəm, çünki çox sıxıcıdır. Yəni neçə bölümdür madəndəyik. Ona görə məncə sıxıcı gəlir artıq. Mən lazım olan qədər indi şerit madenciliyi eləyəcəm və elmas tapmağa çalışacağam. İndi gedim mən yığıb gəlirəm. Yəni yetəri qədər məncə oldu, çünki hardasa 1 saat olar mən maden eləyirəm. 46 dənə elmas tapdım və biraz da digər madenlərdən elədim. Belə elmas setimizi çəkdim. Elmas setimiz hazırdır. Elmas alətlər də yığım. Artıq getmək üçün hər şey hazırdır. Yəni bütün əşyaları üstümə götürmüşəm. Endir gözlərimiz də hazırdır. İndi bunu belə atacağıq. O haranı göstərsə biz də ora gedəcəyik. Hə dostlar, indi gəlin mən sizə bir hekayə danışım. Deməli bir adam kənddə yaşayırmış və hər kəs deyirmiş ki, hardasa böyük bir xəzinə var. Mən onu tapacağam. Bu gedir nə qədər yerlər gəzir, ömrünü o xəzinəni tapmağa sərf eləyir də, amma heç nə tapmır. Axırda deyir ki, yəni neçə illik səfərdən qayıtmaq istəyir və deyir ki, gedim evimə. Evinə gedir, görür ki, evi təmiz xaraba qalıbdır, artıq köhnəlib də uçmaq üzrədir, əkinləri məhv olubdur, yəni hər şey pis vəziyyətdədir. Qonşusuna belə danışır, eləyir ki, yəni xəzinəni tapamadım. Qonşu deyir ki, sən yəni ömrünü xəzinəni tapmağa sərf elədin, amma əlindəkilərin qədrini bilmədin. Onda adam başa düşür ki, böyük uğur qazanmağa çalışmaq əvəzinə kiçik amma dəyərli fürsətləri gözləmək lazımdır. Ondan sonra yəni buradan sizin çıxaracağınız dərs nədir? Bəzən hər kəs xəzinə axtarır, amma əlindəkilərin qədrini bilmir. Əslində ən böyük xəzinə əlindəkiləri düzgün dəyərləndirməkdir. Bu da belə bir hekayədir. Alın sizə maarifləndirici video. Daha artıq nə istəyirsiniz bundan? Dostlar, gəldik, bir dənə də kənd tapdıq, yolumuzun düz üstündədir. Böyük ehtimal, bax mən sizə deyirəm, böyük ehtimal Stronghold, yəni portal bu kəndin altındadır. Çünki çox vaxtı elə olur. Çox vaxtı Strongholdlar hansısa kəndin altında spawnlanır deyək də, yəni oluşur. Yəni indi bu kəndə qayıtsa, kənddədir, qoy baxaq. Aha, kəndin içində, kəndin altındadır. Ayda partladı. Göz yəni buranı göstərirdi. Buradan başlayaq qazmağa. Ayda, Prama portal odasına tulladı bizi. Portalı açdıq. İndi bütün bura yataq falan qoyaq. Çünki ölsək yəni burada da olaq. Bir də oradan bəri gəlməyək də. Vəsiyo, hazırdır. Getdik. İlk öncə bu güllələrin başındakı kristalı partlatmaq lazımdır. Çünki əjdaha onlardan can çəkir. Biz nə qədər ona vursaq da yenə onun canını təzələyəcək də. Ona görə birinci onları partlatmaq lazımdır. İndi əjdahanı öldürmək vaxtıdır. Yəni 50 dəfə öldüm bəlkə də. Bilmirəm dəqiq. Amma bu səfər əjdaha öləcək. Və son vuruş. Vəsiyo. Əjdaha öldü. Oyunu da bitirdik.
Və oyunu bitirdik gördüyünüz kimi. Bu videoda bura qədər olsun dostlar. Hamınız izlədiyiniz üçün sağ olun, salamat qalın. Bu videoda 10 like atsaz, dediyim kimi, yəni bu serinin davamını çəkəcəyəm. Sağ olun, salamat qalın. Mən getdim. Gələn videoda görüşənə qədər.